Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Bir vacib məlumatı diqqətinizə çatdıracağım. Amma öncə üstəgəl düyməsini vuraraq kanala abunə olmağı unutmayın. Artıq Elgün İbrahimovun, hansı ki Gəncədə qətlə yetirilən 11-ci sinif şagirdinin ölümündən bir həftədən çox vaxt keçir. Ancaq hələ də onun ölümü ilə bağlı suallara cavab tapılmayıb və sirr pərdəsi açılmayıb ki, nə baş verib, həmin gecə nə baş verdi ki, səhəri gün xəstəxanada Elgün İbrahimov həyatını itirdi. Amma anası son yazışmalarını paylaşıb, dəyərli izləyicilər, bunu sizin diqqətinizə çatdıracağım. Belə ki, Elgün İbrahimovun anası RTV açıqlamasında deyib ki, hadisə baş verən gün Elgünlə mesajlaşmışıq. İnformatika hazırlığındaydı. Orada olanda da yazışmışdıq. Hazırlıqdan çıxandan sonra da danışdıq. Dedi, ana çıxım, gedirəm rəqsə. Dedim, evə get, yemək ye. Ac olmadığını və piyada getdiyini söyləyib. Elgünün anası bildirib ki, Elgün rəqsdən sonra trinajora getməliymiş. Və saat 6-7-yə qalmışa qədər gözlədim. Zəng vurdum, zəng çatmadı. Narahat oldum. İnformatika müəlliminə zəng vurdum ki, hazırlıqda birgə çıxdığı uşaqların nömrəsini götürüm. Qardaşıma, digər oğluma da zəng vurdum ki, gedin ətraf ərazilərə baxın, bəlkə Elgünü hardasa görəsiz. Gecə saat 1-də oğlumla Elgünü axtarmışıq. Söhbət mayın 12-si gecə saatlarından gedir, dəyərli izləyicilər. Elgünün davranışlarında son vaxtlar heç bir dəyişiklik yox idi. Biz söhbət edirdik, son zəngi hazırlaşırdıq. Demişdi ki, mənə 2 dəst paltar alarsan son zəng üçün. Danışdıq ki, ona qonaqlıq da verəcəm. Dostlarından da kim istəsə çağırar. Hərəkətlərində qeyri-adi heç nə yox idi. Nə fikirli idi, nə aqressiv, nə də problemli idi. Hər şey normal idi. Mən anayam, onun səsində hansısa həyəcan olsa hiss edə bilərdim. Amma o da yox idi. Yad adamın belə problemini, dərdini səsindən hiss eləmək olur. Onsuz da mən narahat anaydım. Hər gün bəlkə də 10 dəfə, 20 dəfə zəng vururdum Elgünə. Bir şey olsa mən onu hiss edərdim. Dünya susmasın, mənim balamın qanı yerdə qalmasın. Dəyərli izləyicilər, siz də videonu paylaşın. Bu məsələnin gündəmdə saxlayacağıq və tezliklə Elgünün qatilinin və ya qatillərinin tapılıb cəzasına çatdırılması üçün biz də əlimizdən gələni edəcəyik.